görsün, sonra məktəbə getsin, sonra universitetə getsin. Amma indi valideynlər dövlətlə vuruşur ki, uşağın bağçaya gedə bilsin, məktəbə gedə bilsin, sonra da universitetə girsin o fantastik qiymətlərlə 5.000, 6.000 illiklə o taxta bitiyi verən universitetlərdə güya nəsə oxusunlar. Atlı uşaqlar gedir, hamısı özlərinin məqrabalardır, hamısı özləridir. O necə seçilir, mexanizm nədir? Bir gəlsinlər, aydınlaşdıraq görək nədir, necə olur ki, ancaq dayı olan, vəzifədə adamı olan, tapşırığı olan uşaqlar gedir. Hə? Yəni bu Texnofest keçirdilər burada. Texnofestdə nə qədər istedadlı uşaqlar var idi. İndi mən adını çəkməyəcəm. Biz o adamı dəvət elətdirənmədik Azərbaycana. Xaricdə oxuyur, yüksək texnoloji universitetlərin birində. Dövlət səviyyəsində onun yol pulunu verib, gətirib o festivalda iştirak elətdirənmədi. Yaxşı, kim iştirak elədi o Texnofest? Kartofa, soğana, almaya, armuda. Bunların hamısını biz ixrac edə bilərik, dünyaya sata bilərik biz. Yəni o qədər çox istehsal olunur ki. Sən bunların hamısı demək ki, kimin marağındadır? O alverçi var, gedir, alır, gətirir burada. Onun da marağındadır ki, qardaş, burada kartof istehsal olunmasın, taxıl istehsal olunmasın, meyvə tərəvəz olmasın ki, getsin, od qiymətinə gətirsin, bizə satsın, milyonlar qazansın. Yaxşı qardaş, bu alma da, bu texnologiya deyil ki, deyəsən mənim texnologiyam yoxdur. Bu alma da iPhone buraxmaq deyil ki, bu kartof əkmək də, bu Mercedes buraxmaq deyil ki, bu armud yetişdirmək, belə deyil, notebook istehsal eləmək deyil ki, bu əkirsən, Allah bərəkət verir, torpaqdan çıxır da. Bunu böl, buna dəstək ol, subsidiya ver. Yoxsa elə yalandan hər şeydə o gübrə yardım filan edir də. Orada belə korrupsiya var, orada belə yeyintilər var. Bizim cəmaət dadağır, edir torpaq ver mənə, su verəkim, torpaq verəkim. Ver də onun üstə çöllər bomboş qalıb da. Yəni əvəz bəy, bütün bu məsələlər... Hamısı bir qrupundur, o suyu da bax, rayonlar yanır. Rayonlar məliyir, vallah, bax, yazırlar, pozurlar. Batdı, hepsində bitdi, əkinlər məhv getdi, vəssalam, hamısı getdi. Amma o oliqarxların, o icra başçılarının, o nazirlərin hamısının var. Niyə o tutulan icra başçısı, üzr istəyirəm, eşşək ferması saxlamırdı, eşşək süzü satırdı. Hatta bunlar hər şey özlərinə olar. Hektarlarla yeri işğal edib əkə bilərlər, nə bilim, yağış yağmasın deyə Usubov var, Şəki icra başçısı, qoyub orada bulut topları, yağış yağıb o ərazilərdə alma bağları var deyə, yağış yağanda çiçək vaxtı alması yetişməz deyə vurur buludu dağıdırlar. Cəmaatın da əkini batırır ki, yağış yağmasın da almanın çiçək vaxtı yağış yağar, qurt düşər almaya. Yəni, sakinlər toplu şəkildə bizə şikayət edirlər ki, burada 1 qram yağış yağmır, adam qoyub topu bulut dağıdır. Adamların imkanı olsa, estağfurullah, Allahla müharibə eləyərlər, tək pul qazansınlar. Vyetnamdan bura məhsul gətirir, bilirsiniz, meyvə gətirir, Vyetnamdan bura. Bizim də məhsullar getsin, Vyetnama çıxsın da. Vyetnama yox, Rusiya bazarlarını apardı. Ruslar onsuz da bizim meyvə tərəvəzdə bizdə orqanikdir. Bir var ki, o tərkibi dəyişdirilmiş